Bu qohumun yanına getmişdim dişimi düzəltdirməyə. Vaxt bağdaydı, atamla söhbət eləyirdim. Dedim, o filankəs qohumu gördüm, heç dəyişməyib elə bil. Çünki həmin an onu gördüyüm vaxtdan, axırıncı dəfə gördüyüm vaxt arasında artıq bir 15 il fərq var. 15 bəlkə də 20 il fərq var idi. Bəlkə də arada haçansa görmüşdüm ancaq yəni o qədər belə deyim, kiçik bir epizod idi ki, bəlkə də heç yadımda qalmadı. Ona görə mənə elə gəldi ki, uzun müddət olub onu görməyim. Ona görə dedim, filan kəs heç dəyişməyibdi dayı. Atam mənə dedi ki, bala, insan əziyyət çəkməyəndə dəyişmir. Yəni mən nəzərdə tuturdum ki, üzü, gözü, elə necə görmüşəm, həmin cürdə qalıbdı. Yəni uzatmadım, faktiki olaraq fikirləşməyə başladım ki, nəyə görə belədir. Çünki görürdüm, məsəl üçün, atam gözümün qabağında necə dəyişir, ya özüm hər dəfə güzgüyə baxanda necə dəyişirəm, ətrafımda insanlar necə dəyişirlər. Yəni qəribə gəldi ki, həmin insan dəyişməyib, heç necə var elə də, yəni illər sonra da elə həmin cür qalıbdı və atamın sözü də mənə indiyə qədər üstündə fikirləşirəm. Karantin idi, o vaxt bağ evinə keçmişdik ki, kirayə götürmüşdüm ki, biraz özümüzə gələk. Həm də yoldaşımın nənəsinə baxırdıq müəyyən səbəblərə görə. Belə fikirləşirəm ki, əgər insan həyatda heç bir şeyi həll etmirsə, heç bir qərar vermirsə, elə qabağına çıxan bütün qapılar açıqdırsa, elə hara gedirsə qapı açılırsa, keçir o qapıya, hara gedirsə qapı açılır, keçir o qapıya və heç nəyə qərar vermir, heç nəyə həll eləmir. Əgər sənin qabağında hansısa bir qapı bağlandısa, sən artıq qərar verə bilirsən. Sən artıq seçim elə bilirsən ki, sənin qabağında bağlanmış qapı əvəzinə hansı qapıya keçməyi seçəsən. Birinə keçsən açılmır, ikincisini döyürsən açılmır və s. və s. seçimlər edirsən. Nəsə həll edirsən, başına gələnlə çalışırsan, seçimlərin sənə gətirdiyi nəticələrin üzərində işləyirsən. Mən demirəm ki, əziyyət yaxşı şeydir, elə ataq bütün işimizi gedək, hamımız kütləvi şəkildə əziyyət çəkək. Mən deyirəm ki, əgər sən indi hazırda hansısa bir dönəmlərdən keçirsənsə, hansısa bir çətinliklərdən keçirsənsə, bu deməkdir ki, sən özündən bir üst səviyyəyə qalxırsan. Sən dəyişirsən və dəyişikliklər də göz qabağındadır. Nə ola bilsin kimsə deyir ki, ay tez qocaldı, filan kəs tez getdi falan filan. Və bu həyatın sıxlığından irəli gəlir. Ki sən öz həyatında artıq o qədər çaba sərf etmisən ki, sən öz həyatında o qədər qərarlar vermisən ki, o qədər məsələlər həll eləmisən ki, sən kiməsə tutalım ki, 100 ilə ayrılmış həyat limitini 50 ilə yaşamısan. Bu ölüm haqdır, ondan heç kim qaça bilməz. Yəni sən nə qədər istəsən də, fikirləşsən də, az stres keçmək lazımdır, az əziyyət çəkmək lazımdır ki, ömrümüz qısalmasın, amma bu belə deyil. Yəni bu bizdən asılı deyil, heç kimdən də asılı deyil ki, nə zaman insan dünyasını dəyişəcək. Sağlam insanlar da ölə bilər. İdmançılar da ölə bilər. Həyatdır, bunu bilmək olmaz. Ancaq fikirləşirsiniz ki, asan həyat yaşamaq daha yaxşı olardı. Fikirləşirsiniz ki, əgər hər əlinizi qoyduğunuz iş alınsaydı, siz onda həyatdan heç nə anlamayacaqdınız. Sizin heç bir təcrübəniz olmayacaqdı. Başa düşməyəcəydiniz nə edəsiniz, başa düşməyəcəydiniz nə cür qərarlar verəsiniz. Sizdə bir, belə deyək, həyat bəlgəsi, türklər demiş, həyat bəlgəsi yaranmayacaqdır. Çünki mən belə insanlar görmüşəm ki, ümumiyyətlə başa düşmür nə edir. Ümumiyyətlə öz-özünə problem çıxardır boş yerdən, sırf ona görə ki, həyatında başqa heç bir problem yoxdur. Sizcə bəs nəyə görə şeylər, Avropada insanlar normal yaşasalar da, yaxşı bizdən də yaxşı yaşasalar da orada özünə qəsd səviyyəsi, Avropa ölkələrində özünə qəsd səviyyəsi Azərbaycandan daha çoxdur. Çünki heç nə həll eləmirlər, qarşılarına heç nə çıxmır. Həyat parnik kimidir. Yəni ki, bu özlərinin sistemləri, öz qurduqları həyat tərzi onların yerinə öz başlarına gələ biləcək problemləri qabaqcadan elə ləğv edib ki, yəni ki, onlar nəzəriyyə formasında həm praktiki cəhətdən həyatlarını elə qurublar ki, bütün problemlər avtomatik ümumiyyətlə onların başına gəlmirlər. Azərbaycanda belə şey yoxdur. Ya təəssüf ki, ya da yaxşılıqdan ki, insanlar özləri öz problemlərin
həll etməlidirlər və elə bir sistem yoxdur. Elə bir sistem də yoxdur ki, həyatımızdakı bizim hansısa problemlərimizi kənara çəksin. Ancaq bu problemlər baş verə biləndən sonra onları yumşaldan sistemlər tərtib olunublar. Və ingilislərin belə bir sözü də var, aftermath. Aftermath sözü var, yəni baş verə şeydən sonra onun gələn nəticələri ilə çabalaşma deməkdir. Yəni bir sözün içində böyük bir məna gizlənir. Ona görə bizim həyat sanki nəsə baş verəndən sonra onun üstündə çalışmaq üzərində qurulub Azərbaycanda. Əgər siz heç nə həll etmirsinizsə, heç bir probleminiz yoxdursa, heç nə ilə uğraşmırsınızsa, heç nə ilə müharibə və mübarizə aparmırsınızsa, fikirləşməyin ki, həyat sizin üçün gözəldir. Yəni bir yerdən sonra, bir andan sonra siz özünüzü böyüklərin arasında körpə kimi hiss edəcəksiniz. Fikirləşin ki, əgər siz hansısa problem həll edirsinizsə, nəsə qərarlar verirsinizsə, hansısa işləri yoluna qoyursunuzsa, belə qlobal olmasın, elementar evə çörək aparmaqdır, elementar uşağın ehtiyaclarını ödəməkdir, elementar evin işlərini görməkdir. Yəni elə çətin məsələlər ola bilər ki, onlar ümumiyyətlə heç kim gəlib sizə kameraya çəkən deyil, heç kim buna görə sizə medal verən deyil, heç kim sizə təşəkkür eləyib və cibinizə pul basan deyil. Ancaq siz bu problemləri özünüz həll eləmisiniz tək başına. Bu sizin üçün böyük bir müsbət haldır, böyük bir təcrübədir, sizin üçün böyük bir baqajdır. Bu insanı özündən bir pillə, iki pillə yuxarı aparan bir məsələdir ki, bu heç kimə də görsənməli deyil, heç kimə də göstərməli deyilsiniz. Yəni bunu girib LinkedIn-də yaza bilmərsiniz ki, bu gün uşağı reanimasiyadan çıxartdım və yaxud da ki, bu gün əməliyyatdan sonrayam və s. Halbuki elə şeylər var ki, insan onlarla tək başa qalanda, heç kimdən kömək alan bilməyəndə, heç kimə bu barədə deyə bilməyəndə və özü öz aləmində, özü öz ətrafı ilə çaba sərf edəndə, mübarizə aparanda, nəsə yola qoymağa çalışanda bu heç də dünyanın problemlərindən aşağı və yaxud da ki, daha yüngül bir şey deyil. Ona görə fikirləşin. Əgər siz heç nə həll etmirsinizsə, heç bir məsələnin üzərində çalışmırsınızsa, heç bir qərar vermirsinizsə, fikirləşməyin ki, həyat gözəldir. Çalışın, nəsə həll edin, çalışın, nəsə üzərində çalışın, işləyin, qalxın, ruhən, mənən, psixoloji formada, fiziki formada ki, özünüzdən yaxşı olun. Ki, heç kimdən yaxşı olmaq lazım deyil ki, insan heç vaxt özünü heç kimin yerinə qoymalı deyil. Kiminsə həyatını götürüb öz həyatına geyinməli deyil. Kiminsə paltarını geyinməli deyil. Əgər siz harada varsınızsa, hansı nöqtədəsinizsə, mənim mesajım odur ki, narahat olmayın. Boş yerə əsəb keçirməyin, özünüzü stres vəziyyətinə salmayın, depressiya vəziyyətinə salmayın və əgər sizə həyat hansısa çətinliklər qarşınıza çıxardırsa, həyat sizinlə danışmaq istəyir. Onun sizə deyəcəyi nəsə var. Qulağınızı açın, könlünüzü açın, ən əsas da ruhunuzu açın, dinləyin. Həyat sizə nə demək istəyir? Hansı mesajı çatdırmaq istəyir? Hansı sözləri həyatdan eşitməlisiniz? Ona görə də əziyyət çəkməyən, çətinlik çəkməyən insan dəyişmir. Əgər dəyişim istəyirsinizsə, mütləq öz problemlərinizi həll etməyə başlamalısınız.